Hər kəsin salamlıydı. Bu dizel sürücülərdə həmişə məsləhət vermişəm ki, əgər hardan getirsən gətir, ölkəyə daxil olandan dizel avtomobillərini, yəni mühərriklərə qulluq olunmalıdır. Əsasən də Avro 3, Avro 4 standartlarından yuxarı. Bu standartlara da necə qulluq eləmək lazımdır? Gəlin hal-hazırda öz avtomobilim Avro 5 olduğuna görə sizə deyim ki, hansı xidmətlər göstərirəm və avtomobilin mühərriyində heç bir problem yoxdur. Nə parçalarında, nə YGR sistemində, nə kollektor sistemində heç bir halda dolmalar yoxdur. Gəlin göstərim onu. Bax bu hal-hazırda gördük, bax 99-30, bax kodu da budur, STR'dir, bax tərkib hissəsinə. Bax bundan, bu 1 litrə 1 qram, görürsünüz, bax 1 litre idi, 1 litr 1000 litrə bərabərdir. Bunda nə edəcək? 1 litrə 1 qram tökəcək. Bu avtomobilində, bu da hal-hazırda da öz avtomobilimdir. 70 litr yanacaq səni tutur. 70 litrə də nə qədər döymək lazımdır? 70 qram döymək lazımdır. Gəlin bir litrə tökək, baxaq. Baxın, bax, dizel. Bax, bu belə. Bunu da hər kəs özündən apteklərdə də şpris ala bilərlər. Mənim bu varımdır da. Bu mənim özümə məxsusdur. Bax, bu boydasında döymüşəm. Təxminən bu qədər də istifadə olunubdur. Bax, bundan 70 litre üçün 70 qram tökəcək. Bax, bundan görün, baxın. Bax, bu bir. 70 litrə 70 qram. 50 litrədir, 50 qram olmalıdır. 20 litr vurursunuzsa 20 qram. 10 manatlıq vurursunuzsa 10 qram. Bax, 70 qram bundan çəkib vuracaq. Birində. Bax, bu oldu. Bax, 70 qram dizel esteri tökdük. Dizel esteri tökdük. Bax, bu. İndi nə edəcək? Bundan da 1000 kilometr, hər 1000 kilometrdən bir 2 yanacaq dolusu çəndən də bir baba jet cleaner. Bax, dizel jet cleaner. Bax, özü də gördük. Bunun da kodlaşması 9956-dır. Sizə də onu da göstərim. Baxın, 9956. Bu da farsukaları təmizləyir, enjeksiyon sistemini təmizləyir. Hər 1000 kilometrdən 2 yanacaq çənindən bir dənə də bundan tökmək lazımdır. Çox adam bir ikisini bir arada töksəm olar, heç bir problem yoxdur. Heç bir problem də yoxdur. Daim olaraq da mən elə istifadə eləmişəm. Bu da bax bir yanacaq çəni 60-70 litr üçündür. Bax bunu da bax tökürəm, özü də baxın. O birisi çəndə bunu tökməyəcəm. Növbəti çəndə bunu bir də tökəcəm. Amma bu 99-30'u bunu hər zaman hər yanacaq doldurursa 1 litrə 1 qram davamlı olaraq da bu istifadə olunmalıdır. Bundan istifadə edən sürücülərimiz, mən inanmıram ki, indiyə qədər bir problem yaşasınlar ki, ay mənim maşınım rejimə düşdü, ay YGR-də problem oldu, ay kollektoru doldu, ay parçası sıradan çıxdı, elə bir şey yoxdur. Bunlardan siz də istifadə etsəniz, dizel mühərriklər daha da uzun ömürlü olacaq. Bu da belə. Diqqətinizə görə çox sağ olun.